Ümumiyyətlə dodaq dolğusu etdirən zaman pasientlər nəyə diqqət etməlidir? İlk növbədə pasientin dodağının anatomik quruluşu nəzərə alınır. Biz pasientə həcm verməmişdən öncə onun quruluşuna və simmetriyasına da önəm verməliyik. Bu dolğuların fərqləri onların daha çox qalıcılıq müddətinə görədir. Pasiyentə bildirilir ki, məsələn bu 12 ay, bu 18 ay, 20 ay qalıcılığı olan dolğulardır. Pasiyentlə razılıq əsasında ilk dəfə olunursa mən hər zaman daha yumşaq dolğuları seçməsini məsləhət görürəm. Çünki sərt bir görüntünü almamaq üçün istədiyimiz formanı vermək üçün miqdar olaraq dolğu miqdarını heç vaxt çox götürmək lazım deyil. Çünki bu zaman bir ay sonra biz sağalmış dodağa baxanda nədə qüsur qalıb, hansı tərəfində daha çox əyrilik var, daha nazikdir, daha həcmlidir. Bu zaman bunu da düzəldən zaman istədiyimiz görüntünü ala bilək deyə heç vaxt birdən-birə çox miqdarda dolğu inyeksiya edilməsi məsləhət deyil və dediyim kimi keyfiyyətli preparatlar. Keyfiyyətli preparatlar daha elastik olur və biz tip dərmanları işlətdiyimiz zaman istədiyimiz formanı əsasən də dodaqda. Çünki dodaq ən riskli zonamızdır dolğularda. Yanaqlar daha çox sümük üstü olduğu üçün, geniş zona olduğu üçün burada işləmək daha asandır. Amma dodaq çox nazik və üzümüzdə əsas forma olaraq gözə çarpdığı üçün biz bu zaman burada daha çox həssas yanaşmalıyıq dodağa.